Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir tostoran təmirə gətiriblər. Tok gəlmir və biz onu restavrasiya edəcəyik. Burada izolent var. Açırıq açmağa davam edirik. Knopkada problem var. Toz soranladıq. Digər toz soranla. Bu hissəni çıxartdıq. Bu hissəni açdıq. İzolenti açdıq. Demək, əllə bağlanıb, izolentlənib. Böyle də təmizlədik. Knopkanı dəyişdik. Bu hissəni sıxdıq. Üstünə termosatka keçirdəcək. Böyle də termosatka keçirdik. Böyle də termosatka keçirdik. İzolenti bu qaydada itirdik. Bu hissə termosatka ilə yığıldı. Knopka dəyişildi. Bu hissədə işimizi yekunlaşdırdıq. Keçid elədik plasmas olan hissələrinə. Sən də şuruplarını açdıq. Demək, yuduq, dərmanladıq. Bir də dərmanlı yuvazıq. Burada qurumağa qoymuşuq. Hər bir hissə yuyuldu, quruduldu. Və bu da nəticə işləyir. Demək, bunları yazmaqda məqsədim nədir? Bir çox saytlarda görürəm ki, Faton 2100, 2100 Faton. Yəni 2100 ola bilməz. İndi baxın. Voltu amperə vuranda ya 506 eləyir, ya 488 eləyəcək. Yəni orada dəyişən vahid var. Yəni bu qədər. Çox sağ olun izlədiyinizə.